Deyərdim 2008-ci ili başdan ayağa silərdim mənim həyatımı. 2008-ci il mənim üçün qara hərflərlə yazılan bir ildir. Kaş o ili mən yaşamazdım. Amma çox istəyərdim ki, Allah Taala onu heç mənə yaşatmazdı. Amma mən bilmirəm də ağılsızlığımdan mı yaşadım, anama atama qulaq asmadım mı yaşadım, böyüklərə qulaq asmayıb böyürə qaldım. Kaş olmazdı, amma oldu da, onu da yaşadıq, bərkidik və bugünkü gündə mənə onu yaşadan insanlara Allah indi yaşadır və həmin insanlar ki mənə yaşatdılar onları, indi onlar birinci qurban olduğum Allaha möhtacdılar, ikinci mənə möhtacdılar. Çox şükür, Allahımdan çox razıyam. Hər zamanda istəyirəm elə bax belə də geçsin.